Deyirsiniz ki 63% rəhbərlik vəzifələr qadınlara verilir. Kişilərə verilir. Bu məktəbdəki kimidir də. 2-ni verirlər, 5-i isə alırlar. Yəni biz niyə demirik ki 63% liderlik vəzifələrini kişilər alır? Niyə onlara o verilir ki? Yəni kişilər onu alır ona görə ki, məsələ odur ki, mən sənət olaraq mən həkiməm. Orqanizm necə işləyir bilirəm, hormonların rolunu bilirəm və s. Məsələ odur ki, biz fizioloji olaraq fərqliyik. Biz indi istəsək də, istəməsək də bizim hər ay aybaşı olmuruq da, neyini? Və yaxud qadınların qanında testosteron kifayət qədər deyil. Və bizi rəqabətçil eləyən, dalaşqan eləyən, aqressiv eləyən şey o testosteron. İndi yoxdur da bu sizdə. Yəni bu qadınlarda yoxdur. Ona görə də onlar rəqabətdə uduzurlar kişilərə. Çünki vuruşmurlar, vuruşmaq istəmirlər. Yəni biz deyəndə ki, niyə startapda qadın azdır, nə bilim biznesdə azdır, siyasətdə azdır? Paralel biz başqa suallar da verməliyik. Deməliyik ki, polad əritmə zavodunda niyə qadınlar yoxdur? Niyə kanalizasiya təmizləyənlərin içində qadınlar yoxdur? Bəyəm onları heç kim icazə vermir kanalizasiya təmizləməyə? Yox. Yəni o onların seçimidir. Onlar ora getmək istəmirlər. Niyə istəmirlər? Çünki təbiətlərinə ziddir.